İnazitol haqqında danışırıq. İlk növbədə nə olduğuna baxaq. Təsəvvürünüzə gətirin ki, qonşudan qazan almısınız. İndi qonşunun qazanını geri qaytarmaq istəyirsiniz. Gəlirsiniz, yaxınlaşırsınız qapıya, qapını döyürsüz, qapı açıqdır. Qapını açırsınız, səslənirsiniz. Ay qonşu, gəl qazanını götür. Əgər qonşu evdə yoxdursa, nə edirsiniz? Üzünüzü çevirib, kör peşman əlində qonşunun qazanı ilə geri qayıdırsınız. Bax, həmin qonşu inazitoldur. İnazitol orqanizmimizdə insulinin əlindəki qlükozanı hüceyrənin tərkibinə rahat şəkildə keçməsini təmin edən bir molekuldur. Və əlbəttə ki, qonşu evdə olmayanda əlinizdə olan qazanı heç kim almadığı kimi, eləcə də əgər bədəninizdə lazımi qədər inazitol yoxdursa da, insulinin əlindən o qlükozanı alacaq da heç kim qalmır. Bu da metabolik pozuntulara, metabolik problemlərə gətirib çıxardır. Kimlər inazitoldan istifadə etsə yaxşı olar? İnsulin dirənci olan insanlar. İnazitol insulin həssaslığını artırmağa kömək eləyir. İnazitol orqanizmimizdə androgen hormonları nizamlamaq xüsusiyyətinə malikdir. Yəni bəzi xanımlar var ki, onlarda kişilik hormonları yüksək olur. Bu da tüklənmə, üzdə sızanaqların yaranması kimi problemləri yaradır. Məhz inazitol bu zaman bizə köməkçi vasitə kimi yetişə bilər. İnazitol ovulyasiyanı stimullaşdırır. Xüsusilə də polikistik over sindromu zamanı inazitolun qəbulu məsləhət görülür. İnazitol çəki idarəsini asanlaşdıra bilər. Qlükoza metabolizmini yaxşılaşdırdığı üçün bədənə daxil olan qlükozanın pi olmamışdan əvvəl metabolizə edilmə şansını artırır. Qaraciyər piylənməsində inazitol xüsusilə faydalı ola bilər. Qeyri-alkoqol qaraciyər piylənməsi zamanı yağ mübadiləsini yaxşılaşdırır. Hal-hazırda siz də inazitolun nə olduğunu və hansı məqsədlə istifadə olunduğunu bilirsiniz. Bunun kimi videoların sosial şəbəkələrdə daha çox olmağını istəyirsinizsə, mütləq bəyənin və paylaşın.